kadinokda gəzmək, yeriş arabasında gəzmək uşağın yerişini poza bilərmi? Çünki fərqli fikirlər səslənir hər dəfə və valideynlər də bilmir ki, bundan istifadə etsinlər yoxsa yox. Günay xanım, desək ki, olar, deyəcəklər ki, bizim uşağın, məsələn, qohumumuzun filan uşağında kadinokda gəzdiyi barmaq ucunda yerdir. Desək ki, olmaz, deyəcək ki, mənim uşaqlarım kadinokda böyüyüb, heç bir problem olmadı. Neynəməliyik? Burada nədir məsələ, əsas məsələ? Əgər bir uşağın çanağında heç bir problem yoxdursa, yəni çanaq normaldırsa, yəni bugünkü gün dediyimə qəbul olunub, artıq yeni doğulmuş zamanı çanaq müayinə, çanağında heç bir şey yoxdursa və uşaq yeriməyə başlayan vaxt uşağı kadinoka qoymağın heç bir problem yaratmaz. Müəyyən dövr ola bilər uşaq barmaq ucunda yerisin. Yəni, onlar fizioloji bir haldır, problemli bir şeydir. Amma yox, uşağın bir çanağında problem var, biz heç onun üzərinə düşmürük və üstəlik də olaraq biz uşağı kadinoka qoyuruq. Onda kadinok problemi yaratmır, uşaqda problem var. Sadəcə kadinok problemi daha da dərinləşdirir. Belə bir məsələ yaradır.